Hamınıza salam, kikolarım. Yeniden karşınızdayım. Bugün bir nefer animasyon necə düzəltəcəm onun tutorialını istemişti. Biraz gecikdirdim, üzrü sayın. İndi onu göstereceğim size. İlk önce bize Paint lazımdı. Giririk. Bu videoya da baxmağı unutmayın, zəhmət olmasa. Çox maraqlı bir video oldu çəkmək üçün də. İndi karakterleri parçalara ayırmak için yeni sayfa açtım. Şimdi bize kim lazımdı? Ben. Aslında normal bir forması lazım idi. Yani kıyafetsiz falan da olar. Şimdi biz bu karakteri qıraqlarını götürmeden belə almalıyız. Şimdi qıraqlarını keseceğim. Düzenleyeceğim. Hələ ki ümumi götürürəm. Gözünüzde çok kim görünməsin. Ama aslında indi burada boş yerleri sadece basıram. Yani ona göre biraz dolu görünə bilər sizə. Ama aslında o kadar da çok şey değil. Mənim üçün də əvvələ Light Motion'da çətin olub animasyon. Ona görə də sağ olsun Takamedi tutoriallarına baxaraq öyrəndim. Onun kanalına abunə olun. Çünki çox süper videolar çəkir. Çox gözəl animasyonlar var. Həm də yəni rəsmi kanal da var ondan hətta. Ona da abunə olsa sevinərəm. İndi bizdən belə də karakterimiz var, düzdür. İndi biz bunu lassoya basırıq. Karakterimizi belə parçalara ayırırıq. Ve bu mask işaresine bastı. Yok. Invert selection'a bastık. Bunları qırağa atırıq. Qırağa çəkirik. Bunu biz save image basandan sonra transparent'ı açıq edirik və OK'yə basırıq. Sıra sıra bunları eləyəcəyik. Sıra sıra hamısını. Deməli eləyirik. Buna da eynisini eləyək. Və ya da siz, mən indi Light Motion'da mirror effektini bilmirəm. Ona görə hər ikisini götürürəm. Ama siz bilirsinizsə eləyə bilərsiniz. Ay, səhv yerə bastım. Save image. Düz götürmədim. Götürdük yenə. Şimdi bunun başını götürürük. Dayan. Şimdi biz burada yüzü belə istəsəz ağzı silə bilərsiniz. Amma əsas gözləri silirik. Çünki qırpma animasyon eləyəcəyik. Belə bu üz də sildik. Yanaqları falan. İstəsəz karakterin qalan üz hissələrini editləyə bilərsiniz. Məsələn, burnu falan kiçildə bilərsiniz belə. Məsələn belə. Baxın. Oy, çox. İndi də Light Motion'a keçirik. İndi isə bu üstə yerə basırıq. Create a project. Sizi belə bir yer qarşılayacaq. İndi burada mediaya basıb parçaları yükləyə bilərsiniz. İndi bizə bədən lazımdır. Ay, sırf eləmişim mən. Biraz sorun olmuş, düzəltdim. Bizə belə bir parça lazımdır. İlk öncə bədəni qoyuruq.
Siz arka plan da qoya bilərsiniz eyni şəkildə. Yəni seçib qoya bilərsiniz. Mən də qoymadım. Belə istədiyiniz qədər uzada bilərsiniz vaxtını. İndi biz buradan baş seçirik. Ama yerini biraz aşağı eləyim. Başı da qoyaq yerinə. Biraz da uzadaq. Şimdi bura gözümüzü əlavə eləyirik. Gözü mən ayrıca elədim. Bir də bəzi hissələri özüm ayrıca götürdüm. Videoya qoymamışım. Her birini ayrı-ayrı yerine yerləşdiririk. Resim badana yerine biraz fərqli eləmişəm. Şimdi mən bunları da uzadıram. Bunu da uzatdık. Digərini də qoyub gəlim mən. Ben bunları yerləşdirdim. Məsələn, indi biz tutaq ki, gözün qırpı olmasını istəyirik. Move and Transform'a basırıq. Move and Transform'a basırıq və ilk öncə pivot pointləri qoymaq lazım. Məsələn, indi göz üçün girmişəm. Göz katmanında iki gözün arasına qoyuram. Bunu demək yadımdan çıxmışdı. İndi baş üçün bura basıram. Başınkini buradan qoyuram. İndi tutaq ki, ayaqları. İndi ayaqları mən əndiyim üçün iki dənəsini birdən götürmüşəm. Amma normalda hərəsinə belə. Birinə belə qoymaq lazım idi. Amma indi belə qoyacağım. Amma onsuz da ayaqları tərpətməyəcəm bugün. Yəni bu videoda. Qollarda, qolun üst hissəsinə buradan, alt hissəsinə də ki buradan. Eyni şeyi təkrarlayırıq. İndi dediyim kimi göz qırpmağı keçək. Buradan bura basırıq və keyframe'lərimizi qoyuruq. Bunları ayırdıq. İndi alttakini çeviririk belə. Bunu eləyəndən sonra bura basırıq. Burada ilk try'a basırıq. Try it first. Və ya da ki reklamı izləyib ondan sonra da işlədə bilərsiniz. Eyni şey buna da eləyirik. İndi bastığım yerə. Və beləliklə göz qırpma hazırdır. Şimdi mən Takameli'nin kanalında animasyon videosu görmüştüm. Yəni necə eləmək lazımdır. Orada gruplaşdırma da vardı. Onu indi yoxlayacağım. Bir daha baxıb gəlir. Davamında burada girdik. Yox. Üstə gələ basırıq yenə. Mediaya basırıq. Burada kvadratlar var. Bura bastıq. İndi qol tutaq ki, qolla iki qol hissələrini birləşdirmək istəyirəm. Bunları. Yox, səhv elədim, dayan. Dəqiqə. Buradan bastıq. Onu da bu hissəni silək də.
Sözüm. Hayda. Düzeltdim, görüm alacak mı? Period point'i koyaq bura. İndi qolu. Hara period point? Dakika. Buradakini koymalıyam ben. Dakika. Ben niye shift dakika deyirəm? Burada koyaq. İndi görək. Şu koyduq. Olması üçün. Hadi tutaq ki, tərəf elədik. Yadımdan çox göstərmək burasını. İndi o biri qolda göstərərəm indi. Bu qolda, hə. Bura qoymuşuq, pivot point falan qoymuşuq. İndi biz bura basırıq. Bura basırıq. Buradan keyframe'ləri qoyuruq. Bura. Buradan basırıq yenə bura. Bura. İndi də yox, bura deyil. Burada basırıq. Dəqiqə. Bastıq. Eyni şey bu qola da eləyirik. Baxın. İndi tutaq ki, başın tərpənməsini istəyirik. Sallanmasını. Eyni şəkildə hamısını edə bilərsiniz də belə. Burada basırıq. Əgər 3-dən çox pro işlətmirsinizsə, onda ya prosunu alırsınız, üzv olursunuz və ya da ki, əgər 3-dən çoxdursa, 3 dənə reklam izləyib, prosuz daha öyrənə bilərsiniz.